Dostlar, bugün ağlıma ne geldi koydum, keks elədim. Evdə ne bileyim biraz çeyrek vardı, biraz kişmiş vardı, biraz şakal koydum. Ondan sonra alma koydum. İçine ne geldi koydum bir. Yoxlamaq istəyir, görək keçən çıxır. Əslində 2 dəfə çıxartmışam. Bu Pekin mənə hədiyyəsi deyib. İndi sadəcə yağlamışam. Maraqlıdır ki, necə çıxacaq. İndi sizinlə birlikdə yoxlamaq istəyirəm. İnşallah ki, biabır olmaram. Bismillah. 1, 2, 3. Bax, görək. Wow, çıxdı. Baxın, qaba baxın. Bizə də fikir olsun. Ben katı yağla yağlayırdım, sonra unluyordum. Ama adi yağla da eləsəm olurmuş. Ama qablardan da dostlar, aslında ben mesela bir başka qabım var, ondan yaxşı rahatlıqla çıxdı. Bu qab buradan çıxdı. Ay, buxarlandı. Kamera buxarlandı. Şimdi buradan bu videoyla Pegi'ye de teşekkür ederim. Thank you so much Peggy. I love you. Eğer belə qalınlıqdakı keksi hazırlamaq istəyirsinizsə, resepti sizinlə paylaşa bilərəm.